Fırlanma cisimlərində çox qeyri-adi möhtəşəm bir sual var. Bu sualda riyazi biliklərdən daha çox görmək bacarığı lazımdır. Yəni görə bilməsən əgər sualı yaza bilmirsən, yoxsa şablon əzbərlə o deyil. Sualımız 85-ci sual silindrin sonuncu sualı. Deyir ki, doğranı 4 desimetrdən az olmayan, radiusu 2/3 desimetr olan su ilə dolu silindrik formalı üst hissəsi açıq olan qab üfüqi səth üzərindədir. Daha ki, belə bir silindirdir. Hə, indi burada çəkməmişəm. Hə, burası açıqdır. Üfüqi səth üzərində belə bir silindir var, ağzı açıqdır, elə deyil. Hə, nəsə o lazım deyil. Deyir ki, qabı doğranı üfüqlə 60 dərəcəli bucaq əmələ gətirərək əydikdə neçə litr su tökülər? Bunu görmək lazımdır. Bu şəkli çəkə bilmək lazımdır. Onu indi necə real həyatda göstərim sizə, necə olacaq? Dax ki, bu bizim eyni şəklimizdir. Baxın, dolu sudur, silindr formalı qabdır. Baxın, mən bunu 60 dərəcə gözə yarı əyirəm. Gözə yarı əyəndə onu sadəcə görmək lazımdır ki, burası aşağı düşdükdə, sağ tərəf yuxarı qalxır. Yəni, burası yuxarı qalxır. Baxın, indi tökürəm. Bax, bərabərlikdə. Bax ki, 60 dərəcəyə tökdüm, elə deyil. Ay sağ. İndi bir də yaxşı tutun, rahat tutun. Baxın. Bax. Belə tökdükdə, mənim əlimin bu hissəsini görürsünüz. Bax, bura qalxıb, yuxarısı qalxıb, elə deyil. Və bizə sualda, şərtdə verib ki, burası 60 dərəcədir. Deyir, 60 dərəcə qədər əylikdə. Nə qədər su tökülər? Sual budur. İndi baxın, bunu belə tökdükdə, biz bayaq suda gördük ki, necə qaldı vəziyyət? Su gördük ki, baxın, burası paralel şəkildə qalır. Bu, elə bir qabın suyun tökülmə hissəsinə baxsaq əgər yaxşı, paraleldir, elə deyil. Çarpaz bucaqları burada görmək olar əslində. Çarpaz bucağı gördükdə, yəni su vizual görmək lazımdır ki, bura hələ sudur. Baxın, bura hələ sudur. Bura hələ sudur. Və bu, bundan paralel çarpaz bucağı əmələ gətirir. 60 dərəcəsə əgər, burada 60 dərəcədir. Bunu demək lazımdır, elə deyil. İndi baxın, bu qədər su tökülüb. Bax, bu silindridir, elə deyil. Bu qədər V tökülən budur. V tökülən budur. İndi buradan bir dənə də silindir görürəm. Bax, bu xətti buradan uzadıram. 90 dərəcə əmələ gətirirəm buradan. Bura 90-dır, bura 60-dır, burada 30 dərəcə oldu, elə deyil. Baxın, bu yenə də bir silindirdir. Bunu belə baxanda, bu yenə də bir balaca silindir görürsə, elə deyil. Və bu silindirdə, bura artıq diaqonaldır deyə, bura bərabər olmalıdır həcmi, elə deyil. Deməli, biz avtomatik bu silindirin həcmini əgər tapsaq, yarısına tökülən suyu demək olar. İndi deyirik ya, yarısı qədər su tökülər. Niyə yarısı qədər su tökülər? Mənim bayaqdan danışdıqlarıma görə yarısı qədər su tökülər. İndi bu silindir üçün tapsaq əgər, bizə şərtlər verir ki, R bərabərdir 2/3-ə. Elə deyil. H da 4. Baxın, bura 2/3 idisə, buradan bura da olur 4/3. Elə deyil. Baxın, 30 dərəcə duran qarşısında duran katet. 60 dərəcə qarşısında duran katetin kökdə 3 bölməkdir də, yəni. Bu x-dirsə, x-i kökdə 3-ə əgər vursaq, 4 kökdə 3 almarıq. Buradan x bərabər olur nəyə? 4-ə. Demək, bu 4-dür. İndi baxın, bu silindiri eynisini köçürəcəm o belə bir aşağıya. Buradan bura 60 dərəcədir. Buranın neçə tapdıq? 4-dür, elə deyil. Buradan bura nədir? 4/3. Ay, sağ ol. Bunu görəndən sonra bu silindirin həcmini tapırıq. H4-dür. Deməli, R 2/3-dür. Mən bunun əgər həcmini tapsam, bizə şərtdə deyib ki, pi-ni də icazə verirəm 3 götür. Bərabərdir pi R kvadrat H, elə deyil. Buradan pi-nin yerinə 3-ü qoydum, R-in yerinə 2/3-ü qoydum, 2/3-ün kvadratı, vurulsun H-ın yerinə 4-ü qoydum. İndi bunu ardını gəlsəm əgər, 3 vurulsun 2-nin kvadratı 4, kök 3-ün kvadratı 3, 3 vur 4, 12, vurulsun 4. 3 dəfə 4, 12, 12 vur 12, 144. Deməli, bu hamısı silindirin həcmi 144-dür. Bu 144-dürsə əgər, bunun yarısı nə qədər olar? 72, elə deyil. Deməli, bu buna bərabər idisə, bu neçəyə bərabər olar? 72. Deməli, tökülən su 72. İndi hansı vahiddən verib bizə? Neçə litr? 72 litr olar. Sualımız bundan ibarət idi. Ümid edirəm, sualın izahını bəyəndiniz. Təşəkkürlər.